Bugün sizə Azərbaycanın çox az adamın bildiyi, xəritələrdə belə çətin tapılan gizli bir şəlaləni təqdim edirəm. Bəli, söhbət Lerikin sıx meşələrində gizlənən Göygöl şəlaləsindən gedir. Bu füsunkar məkan Lerik rayonunun Davudonu kəndi ərazisində yerləşir. Ətrafı keçilməz hirkən meşələri, mamırlı qayalar və büllur kimi təmiz dağ havası ilə əhatə olunub. Kütləvi turizm marşrutlarından uzaq qaldığı üçün bura öz bakirə təbiətini və sehirli sakitliyini qoruyub saxlaya bilib. Məhz buna görə də bura yalnız ekoturizm və hiking, yəni piyada yürüyüş sevənlərin gizli sığınacağıdır. Bəs bura niyə Göygöl deyirlər? Şəlalənin uca qayadan töküldüyü yerdə miniliklər ərzində dərin, təbii bir hovuz yaranıb. Suyun təmizliyi və ətrafdakı sıx yaşıl meşəliyin kölgəsi bu hovuza ecazkar bir firuzə heçalar bəxş edir. Yerli cəmaət da məhz bu rəngə görə məkana Göygöl adını verib. Bu xəyal rəngli məkana mütləq getməli olan dostunuza bu videonu göndərin. Bu tip gizli cənnətlərdən bəhs edən videoların davamı üçün videonu bəyənməyi, rəy yazmağı və səhifəmizə abunə olmağı unutmayın.